İstəyirəm Aristotel Felsefe Klubu haqqında azca da olsa məlumat verin. Biz müstəqil şəkildə bacardığımız qədər müxtəlif mövzular haqqında öz auditoriyamıza mühazirələr təklif edirik. Bəzən bunları istisnasız olaraq hər həftənin bazar günü təşkil edirik, bəzən onlayn olur Zoom üzərindən. Bu səhv eləmirəmsə artıq mütəmadi olaraq yanvardan üzbəri 4-cü, 3-cü aydır ki, ardıcıl şəkildə təşkil edirik. Bu gün mən seçdiyim mövzu oxucu nədir? Oxucu kimdir mövzusudur. Oxucu kimdir? Bayaq da söhbət edirdik yoldaşlarla. Birinci qulağa çox sadə bir cavab tələb edən sual kimi gəlir. Yəni oxuya bilən hər kəs oxucudur. Amma artıq 20-ci əsrdən ədəbiyyatda çox fərqli tendensiyalar yarandı. Hansı ki, artıq insanlar başa düşdülər ki, bilikli olmaq, savadlı olmaq dünyada heç nəyə yaxşıya doğru dəyişdirmədi. Yəni modernist hərəkatdan və nəhayət postmodernist hərəkat bunun subqrupları olan strukturalizm və poststrukturalizm yanaşmalarda oxucunun da özünün ədəbiyyatdakı yeri biraz sorğulanmağa başladı. Mən bir neçə müəllif seçmişəm və bir neçə esse, məqalə seçmişəm, amma statlarım onlara əsasəndir. Demək, birinci biz Nabokovdan başlayaq. Nabokovun oxucuya münasibəti kiməsə görə olduqca radikal ola bilər. Ancaq mən düşünürəm ki, olması zəruri olan yanaşma məsələn Nabokovun yanaşması. Nabokov Rus yazıçıları, oxucular və senzorlar adlı bir məqaləsində, hansı ki, bu bizimlə tərcümə olunub, Rus ədəbiyyatından mühadirələr adlı kitabda qeyd olunub. Demək, nəyi orada bizə göstərir? Nabokov deyir ki, biz Tolstoy, Çexov, nə bilim Gogol, yaxud digər Rus yazıçılarını oxuyanda orada biz obrazların da, tarixi dövrün də, hər şeyin bir mənalı şəkildə uydurma olduğunu bilməliyik. Yəni sən orada inanmamalısan ki, Tolstoy öz dövrünün olduğu kimi təklif edir, öz dövrünün olduğu kimi yazır. Yəni onun əsas obrazı da, protagonisti də, bəzən antagonisti də uydurmadır. Yəni yazıçı təfəkkürünün ən ideal formasında ortaya qoyduğu bir obrazdır. Ona görə Nabokov deyir ki, yaxşı olardı ki, yazıçılar öz obrazlarını oxucuların timsalında yaratsın. Hətta belə bir ifadə işlədir ki, yazıçının ən mükəmməl obrazı, baş obrazı onun oxucusudur. Burada da belə bir nəticəyə gətirib çıxarır ki, oxucu kimdir sualına belə cavab verir. Oxucu müəllifin qəhrəmanı ilə yox, onun bədii intellekti ilə hesablaşmalıdır. Onun bədii intellektinə əsasən öz qəhrəmanını seçməlidir. Yəni özünü yazıçının intellekti ilə uyğunlaşdırmalıdır. Əks halda o köhnə tendensiyalarda bir növ katarsisdə qalacaq. Yəni Brechtdə bu məsələ var da. Brecht deyir ki, bugün burjuaziya ədəbiyyatı, burjua teatrı bizə təklif eləyir ki, katarsis və aydınlanma olmalıdır əsərdə. Sən başa düşməlisən ki, bu burjua yanaşmasıdır, burjua ədəbiyyatı tendensiyasıdır. O bizə deyir ki, obraz teatra baxanda, əsəri oxuyanda özünü eyniləşdirməlidir və bir katarsis keçirməlidir. Özü üçün həqiqəti oradan dərk edib, oradan bir növ təzələnmiş halda çıxmalıdır. Teatrdan da, bədii əsərin içində. Ancaq Brecht bunun əksini təklif eləyir. Keçən dəfəki söhbətimizdə də demişdik ki, Brecht deyir ki, mən öz əsərlərimdə də, öz teatrımda da onu göstərirəm həmişə ki, bacardığım qədər oxucu yaxud tamaşaçı bilməlidir ki, bu bədii bir əsərdir. Burada hər hansısa bir katarsisə və aydınlanmaya ehtiyac yoxdur. Bu tamamilə mənim uydurma, mənim yaratdığım yalancı bir dünyadır. Bundan başqa, bax, Nabokovun bir dənə də məsələsi var. Mən bilmirəm bunu demişəm, deməmişəm əvvəlki dərslərdə, əvvəlki mühazirələrdə. Nabokov deyir ki, bəs necə ki yazıçıların, bütün yazıçıların beynəlmiləl bir xətti var. Yəni mən məsələn X bir yazıçı olaraq deyirəm ki, mən öz ənənəmi Cervantesdən götürürəm və heç kim məni qınamır ki, sən niyə haqq verdiyi evdən öz ənənəni götürmürsən. Necə ki mən özüm dünya ədəbiyyatının tərkib hissəsi hesab edirəm. Oxucu da, istənilən bir ölkənin oxucusu da bu oxucu ənənəsinin davamı kimi oxumalıdır. Yəni hökmən öz ədəbiyyatının yaxud özünün dövrünün ədəbiyyatını oxumağa məcbur deyil. O bir növ hardasa bütün intellektual oxucular kimi dövrünün, tarixin, bəşər tarixinin hətta sədaqətli bir oxucusu olmalıdır. Bundan başqa mən son vaxtlar Roland Barthesdən bir məqalə oxudum. Bizim dildə Qorxmaz Quliyevin tərcüməsidir, səhv eləmirəmsə. Barthesın Mətndən Həzz adında, səhv xatırlamıramsa, belə bir məqaləsi var. Ümumiyyətlə Barthes haqqında bir şey deyim ki, Roland Barthesın ədəbiyyata təklif elədiyi ən maraqlı deviz budur ki, o müəllifin öldüyünü iddia edir. Bax, bu poststrukturalist yanaşmadır. Çünki ona qədər strukturalizmdə hər şeydə bir struktur gözlənilirdi. Yəni oxucu oxucudur, yazıçı yazıçıdır. Amma poststrukturalistlərdə artıq deyir ki,
nə qədər çox insan varsa, yəni nə qədər çox oxucu varsa, o qədər çox yazıçı var. Yəni ki, müəllifin ölümü hadisəsi oxucunun dirilməsi ilə hardasa bir balaca əlaqəlidir. Yəni müəllif özünün öldüyünü Bartın dili ilə desək, ona görə iddia eləyir ki, mənim yazdığımı oxucu öz istədiyi kimi şərh eləyəcək. Bax, bu məndə belə baş vermiş ki, mən o vaxt Ovoda oxuyanda görürdüm ki, bu əsər mənə heç cür lazım qədər təsir eləmir. Yəni mənim üçün bu əsərdə yeni və qəhrəmanlıq salnaməsinə aid heç nə təsirli deyil. Çünki mən buna qədər onsuz da bu janrda, bu mövzuda kifayət qədər əsər oxumuşam. Yəni mənim yozumumda mənə heç bir təsir eləməmiş. Amma X insanlar üçün bu əsər olduqca təsirli əsər. Çünki onların yozumu məhz bu istiqamətdə gəldi çıxdı. Bartın bundan sonra indi adını çəkəcəyim bu əsərdən bir statı var. Mənim çox xoşuma gəldi onu oxuyanda. O mətndən həzz anlayışı təklif edir və mətndən həzzi olduqca anlaşılan formada iddia edir. Yəni mətndən həzzi sonra mən biraz özüm üçün yozdum açığı nə deməkdir. Belə bir tendensiya fikirləşdim. Belə iki meyil tapdım ki, biz əsərdə iki növ həzz ala bilərik də. Bunların biri ənənəvi olaraq bizim üçün bədii həzzdir. Yəni əsəri oxuyursan, o sənə olduqca böyük həzz verir. Amma yeni heç nə demir və yaxud bildiyin heç nəni təşkil etmir. Sadəcə sən həzz alırsan o hissəni oxuyanda. Məsələn, bax o mənim əsər, burada kitabım var idi, bayaq sənə göstərdiyim. 2020-ci ilin Buker mükafatı idi. Demək, bax orada maraqlı bir cümlə var idi. Mən onu oxuyanda həqiqətən hiss elədim ki, bax bu anda mən bir bədii həzz yaşayıram. Demək, balaca bir səhnədən bir cümlədir. O deyir ki, belə yazıb. Dilini ağzıma elə soxmuş ki, sanki özündə olmayan sözləri orada axtarırdı. Bax, bu ifadəni oxuyanda o mənim çox xoşuma gəldi. Bax, bu hardasa bədii mətndən həzz kimi gəldi mənə. Bartın özündə də bu ifadə var. O, səhv eləmirəmsə, Rabilədən ardıcıl 5-6 dənə hissəni seçir, göstərir ki, mətndən həzzi belə alır. Bir də həmən müəllifdən bax, mənim öz dediyim intellektual həzdə isə belə bir cümlə vardı. Mənim bu da olduqca çox xoşuma gəlmişdi. O deyir ki, biz yalnız narahat olanda həqiqətən özümüz oluruq. Bax, bu niyə görə mən bunu intellektual həzz hesab edirəm? Bax, bu mənim onsuz da bildiyim bir şeydir. Mən bunu bilirəm. Amma bunu bədii əsərdə oxuyanda bunu xatırlayıram və bu mənə intellektual olaraq həzz verir. Çünki mən bunu bildiyimi bilirəm. Bu mənim öz intellektimi xatırladır, öz intellektimin gücünü xatırladır. Ona görə bu xoşuma gəlir. Həmən bu mətndən həzz məsələsində mənə təsir eləmişdi. Bir də burada mətndən həzz məsələsində oxucunun missiyasını Bart belə yodur ki, oxucu olduqca diqqətli şəkildə, mümkün qədər diqqətli şəkildə əsəri nəzərdən keçirməlidir və çox istəyir ki, Bart oxucu aristokratik oxucuya çevrilsin. Yəni bu hər hansısa bir sinfi təbəqələşmədən və yaxud yaxşı kitablar, bahalı kitablar oxumaqdan söhbət etmir. Oxuyarkən vaxtını tamamilə bədii əsərə həsr eləməkdən söhbət gedir. Oxuyasan və başa düşəsən ki, sən bu mətndən bədii həzz almaq istəyirsən və bunu oxuyanda heç bir necə deyim, qaçdı qovdu olmasın sənin üçün. Sadə baxmayasan, bu əsəri nəyəsə görə oxumayasan. Əsəri oxuyasan sırf ondan bədii həzz almaq üçün. Bir də Pamukdan belə bir stat gətirəcəm. Daha doğrusu Pamukun mənə təklif elədiyi bir müəllif var. Wolfgang Iser adında bir ədəbiyyatşünasdır. Iser'in ehtimal olunan oxucu adında bir məqaləsi var. Bu bizim dilə Pamukun seçilmiş əsərlərində verilib. Demək, ehtimal olunan oxucu nə deməkdir? Bax, Iser deyir ki, mətin elə bir an yaranır ki, onu nə yazıçı yazır, onu nə oxucu oxuyur. O hər ikisinin anında müəllifin yazdığı və oxucunun oxuduğu o incə bir məqamda, bir aralıq məkanında, bir aralıq məqamda özünə məna tapır. İzerdən bəhrələnən Pamukda belə bir təklif irəli sürür ki, demək elə o ehtimal olunan oxucu elə həmçinin istənilən bir əsərin güman edilən müəllifidir. Yəni belə bizim üçün resepti belə qoyur ki, sən ideal əsəri belə tapa bilərsən ki, onu təsəvvür eləyəsən, onu xəyal eləyəsən. Ən ideal əsəri, ən ideal romanı onu təsəvvür eləməklə başlaya bilərsən. Bax, İzerdə biz ehtimal olunan oxucunu axtarırıq. Pamukda isə ehtimal olunan müəllifi, güman edilən müəllifi axtarırıq. Yəni onların biri-biri ilə əlaqəsi hardasa gəlir təxəyyülə, təsəvvürə çatır. Yekunda Pamuk bunu deyir ki, əgər yaxşı bir roman oxumaq istəyirsənsə, onu təsəvvür eləməlisən və ən yaxşı təsəvvür elədiyin roman da sənin üçün ən ideal roman, ən ideal baş qəhrəmanı yaradır. Yəni biz burada yekun formada həm görürsən ki, Nabokovun
ən ideal oxucusunu tapırsan, o dediyim o yazıçının yaratdığı ən yaxşı, ən mütərəqqi obraz onun oxucusudur. Sonra gəlsən izərə ehtimal olunan oxucunu axtarırsan, bir növ aralıq məkanında. Və nəhayət Pamukdan da gəlirsən güman edilən müəllif həmin o ehtimal olunan oxucunun güman edilən müəllif olduğunu iddia edir. Yəni məsələ də budur ki, sən öz ideal romanını təsəvvür eləyərək oxumağa başlamalısan. Başqa cür sən sadəcə axtarışlar içində keçəcək oxu prosesin və Bartın dediyi həmin o mətndən həzz məsələsində də lazımı qədər özünü doğrulda bilməyəcəksən. Bax, bundan başqa bir də oxucu tipləri haqqında bir-iki şey qeyd eləmişəm, onları deyəcəm. Bu snob oxucu adlanan bir termin var. Snob oxucular nələrdir? Məsələn, snob oxucular bayaq burada kimsə onunla bağlı bir şey demişdi. Yəni harasa belə bir məqamdır ki, Dostoyevskini, yaxud Tolstoyu və yaxud klassikləri oxumayan oxucular oxucu deyil də, yəni onlar ədəbiyyatla maraqlanmır. Hardasa olduqca ciddi və ənənəsi olan ədəbiyyatı oxumalısan ki, sən həqiqi oxucu olasan. Bu snob oxucuların təklif elədiyi oxucu tipidir. Yəni bədii, hətta snob oxucularda belə bir meyil də var ki, yəni heç nə oxuyaram, ya da doğrusu heç nə oxumaram. Tək ki, cəfəng ədəbiyyat oxumayım, nazirə ədəbiyyat oxumayım, dedektiv ədəbiyyat oxumayım, melodram oxumayım, psixologiya oxumayım, motivasiya ədəbiyyatı oxumayım. Sadəcə klassika oxuyum. Bu da boşuna yaranmır da. Sən uzun bir mütaliə tarixi yaradırsan, özün üçün mütaliə tarixçəsi yaradırsan və onun yekununda olaraq özünü snob ədəbiyyatçı, snob oxucu hesab edirsən. Bundan başqa bir də bu oxucuları araşdıranda loyal oxucu anlayışı çıxdı mənim qabağıma. Loyal oxucu kağız kitablara sədaqəti əbədi olan oxuculardır da. Yəni bunu hətta Ekodan bir statla da gücləndirə bilər. Ekodan soruşurlar ki, bəs elektron kitabla kağız kitabın fərqi nədir? Ekoda deyir ki, kağız kitabın bateriyası daş heç vaxt qurtarmır da. Yəni həmişə daimidir. Yəni ömründə bir dənə kağız kitabı alırsansa, dünyada internetin də sonu gəlsə, elektrikin də sonu gəlsə, sən daim onu oxumağa davam edəcəksən. Loyal kitaba, loyal nə? Ancaq səhərlər maraqlıdır. Amma bir var heç oxumayasan, internet olmayansa heç oxumayasan, bir də bütün gün orta ya da gün işığında oxuya bilərsən. Başqa. Bir də belə bir qruplaşma var. Nevrotik oxucular deyirlər buna. Nevrotik oxucular ön sözü belə oxuyan oxuculardır. Mən özümü bu kateqoriyaya aid edirəm. Çünki ön sözlər kifayət qədər mənə görə mənalıdır. Özüm də kitab yazanda fikir verirəm ki, ön sözün olmağı çox əhəmiyyətlidir. Çünki ön söz hardasa tam mənanı verməsə də, ən azından o yazıçının kim olduğunu sənə tanıdırdı. Onun daxili necə? Bəli, mütləq. Azərbaycan ədəbiyyatında ümumiyyətlə. Amma ön söz əslində bir sənətdir. Razıyam. Çünki başqa yazıçı tərəfindən yazdırsa, həmin yazıçının mövqeyini bilən başqa bir yazıçı tərəfindən yazdırsa, bu məqalə halına gəlir artıq. Və ön sözü həm də bax son vaxtlar belə ön sözlər də var. Mən də aşağı-yuxarı elə bir ön söz yazmışam. Biri var ön söz sənin dediyin kimi spoiler vermə ehtimalı olan ön söz olsun. Biri də var ki, ön söz sadəcə nəyinsə xatirinə orada ön söz əvəzi ola bilər və yaxud da yazıçının o vaxt ora yazmaq istədiyi stat ola bilər. Və bəzən də elə görürsən ki, nevrotik oxucular əsəbləşdirəcək şəkildə orada ön söz ümumiyyətlə yazmırlar ki, çünki oxunmur. Amma ön sözün də məncə bir həcmi olmalıdır da. Elə kitablar olur ki, onun ön sözü əsərin özündən çoxdur. Yəni həm də ki, elə bir ön söz olur ki, ön söz o qədər samballı olur ki, mən bunu necə? Edam məhkumunun son günü olur. Uzundur. O hətta olsun, əsərin tərkib hissəsidir. Amma elə olur ki, kimsə kiməsə ön söz yazır. Hə, onları demək istəyirəm. Bax, orada sən necə? Pamukun kitablarında ön sözü mən təzə nəşrlərdə görməmişəm, amma şeydə var, düz deyirsən. Seçilmiş əsərlərdə Pamuk haqqında ön söz var və olduqca çoxdur. Bir də həmin o kateqoriyadan yazıçı tənqidçi qruplaşması var. Bu yazıçı tənqidçi qruplaşması adından göründüyü kimi əsərdə istənilən məqamı tənqid edən oxuculardır da və bu oxucular daha çox onları dinləyən adamlar tapdığı məqam hər bir belə deyək detalı dayanmadan tənqid edirlər. Əsərdəki istənilən detalı dayanmadan tənqid edirlər və hətta belə bir
yanılğıya da gəlib çıxır ki, mən yazsam bundan daha yaxşı yazardım. Bir də bax Coleridge-dən belə qeydlər var burada. Coleridge də oxucuları özü 4 yerə ayırır. Qum saatı adlanan bir kateqoriya var. O deyir ki, qum saatı, yəni ağlımıza canlandı da qum saatı nədir? O belə bir təşrif verir ki, bu tip oxucular bax elə qum saatı kimi nə alır kitabdan, bir müddət sonra onların hamısını geri qaytarır gedir. Yəni aldıqları heç bir şey özlərində saxlamır. Necə ki, qum saatını çevirəndə hər şey aşağı axır. Onlar da özləri üçün o anda mənalı hesab elədikləri hər şeyi bir müddət sonra unudurlar gedir. Bu Richardson'ın əvvəlcə oxuyuruq, sonra yazırıq adındakı essesində verdiyi tipajlardır. Bir də süngər oxucu adlanan bir tip var. Hamısı bunlar Coleridge'in bölmələri də qeyd edilir. Bax bu süngər oxucularda adından da göründüyü kimi saxlayır özlərində nə isə, amma sonra qaytarmaq şərtilə saxlayır, amma yenə də özlərində müəyyən bir dəyişiklik olur. Necə ki, bir süngərdə nə qədər sıxırsan sıx, onun içində o mayedən az da olsa qalır. Yəni əvvəlki çəkisi olmur. Bir növ Coleridge deyir ki, onlar dırnaq arası çirklənirlər. Yəni ilk dəfə nə ilənsə tanış olurlar. Özləri üçün bir həqiqətlə tanış ola bilərlər. Özləri üçün bir bədii keyfiyyətlə tanış ola bilər, amma heç vaxt olduğu kimi saxlamırlar. Bax bir də Coleridge'in bizim dildə bunun tərcüməsi yəqin ki, süzmə torbası deyilən bir şey olacaq. Bu da fərqli olaraq, birincidən fərqli olaraq hər şeyi, oxuduğu hər şeyi süzür, bədənindən də ruhi olaraq süzür, intellekt olaraq süzür. Yalnız onun üçün xüsusi məna kəsb eləməyən, amma yadda saxlaması asan olan şeyləri yadda saxlayır. Yəni bir növ informativ məlumatlar, əsas obrazın adı ola bilər, yazıçının ümumi keyfiyyətləri ola bilər. Yəni yadda saxlamaq üçün xüsusi bir cəhdə, çabaya ehtiyacı olmayan yazılar, oxuculardır, informasiyalardır daha doğrusu. Bax bir də yekunda yəqin ki, hamı deyəcək ki, bax bu mənəm. Golconda adlanan oxucu tipi var. Bu da sözün həqiqi mənasında süzür və yalnız qızıl dənələrin özlərində saxlayır. Yəni bax belə deyək ki, qəhrəmanın adını, onun yaşadığı yeri unudur, amma qəhrəmanın onu ötürdüyü müsbət keyfiyyətləri və yaxud ona tanış elədiyi məqamları daimi şəkildə saxlayır özündə. Və bu da Coleridge'in oxucu tipləridir ki, bizə təklif eləyir. Bax bir də söhbət elə Nabokovdan başlamışkən, Nabokovun bu fikrini mən çox dəstəkləyirəm ki, yazıçının ən ideal obrazı, məsələ onun oxucusudur. Bu hardasa çox uzun illərdən bəri formalaşan, 20-ci əsrdən bəri formalaşan yazıçının cəmiyyətdəki missiyası fikrini bizə təkrar bir də xatırladır. Elə bir dövrdə yaşayırıq ki, biz tez-tez bunu xatırlayırıq ki, yazıçı kimdir və o cəmiyyətə nə təklif eləyir və nə təklif eləməlidir. Onun obrazı, fiksiya obrazı da, əsərdəki obrazının xüsusi bir çəkisi heç vaxt olmur. Ya o dediyimiz kimi, əvvəlki mövzularda dediyimiz kimi, ya Çernişevski kimi inqilabçı bir obraz yaratmalıdır ki, o öz protagonistlərini həyatda tapsın, onlara təsir eləsin. Ya da ki, Nabokov sayağı həqiqətən də elə bir oxucu tipi yaratmalıdır ki, qəhrəmanın heç bir çəkisi olmasın, amma oxucu özündə obrazın, daha doğrusu müəllifin bütün intellektual bir məlumatlarını saxlasın və həyatda bizim müəllifin nə etmək istədiyini öz belə deyə intellektinə köçürə bilsin və həyatda onun missiyasını davam elətdirə bilsin. Elə olur ki, müəlliflər bunların tamamilə əleyhinə olur. Düşünürlər ki, yazıçı necə ki yazıçı cəmiyyətdə heç bir rol yoxdur. Məsəl üçün X bir müəllimin necə ki cəmiyyətin xilasında xüsusi bir missiyası yoxdur, nə bilim, çobanın xüsusi bir missiyası yoxdur, tələbənin xüsusi bir missiyası yoxdur. Eləcə də yazıçının xüsusi bir missiyası olmamalıdır. Belə iddia edilir. Amma ki, mən bundan ona görə razılaşmıram ki, məsələn, çobanın və yaxud X müəllimin həqiqət axtarışında olduğu bir məqam yoxdur da. Yəni o çox sadə şəkildə öz işi ilə, öz peşəsi ilə məşğul. Yəni sən fəhlədən fəlsəfə eşidənmərsən, fəhlədən dünyanı necə yaşamaq lazım olduğu haqqında sənə heç bir moizə oxumaz. Amma yazıçı sənə dünyanı necə yaşamalı olduğunu bir obraz şəklində göstərir və sən onda ondan tələb eləyə bilərsən ki, yaxşı, sən öz obrazlı ifadələrinlə mənə necə yaşamaq lazım olduğunu dedin, onda sən özün
necə yaşadığına da mən baxacağam görüm, bəs sən özün necə yaşayırsan? Öz yaşadıqların, öz yazdıqların üst-üstə düşürmü? Burada mən həmişə xatırlayıram, bir Saint-Beuve adında fransız bioqrafı var. Daha doğrusu fransız ədəbiyyatşünası var. O belə bir metodologiya hazırlayıb ki, bioqrafik metoddur. O bütün oxuculara da bunu mən düşünürəm ki, təklif eləyə bilər. Yəni biz əsəri oxuyanda bioqrafik metod adlanan metoddan istifadə eləməliyik ki, oxucunun, daha doğrusu obrazı baş obrazda ola bilər və yaxud ikinci dərəcəli obrazda ola bilər. Onların müəlliflə nə qədər oxşadığını tapa bilərik. Bu çox sadə bir mexanizmdir. Yazıçının bioqrafiyasını diqqətlə oxuyursan və sən əsəri təhlil eləyəndə həmin o bioqrafik elementləri əsərdə bir-bir axtarırsan. Necə ki tapırsan. Tapa bilməmək mümkün deyil. Elə bir məqamdır ki, yazıçı tamamilə öz dərisini soyunmalıdır, başqa bir şey olmalıdır ki, qeyri-adi şeylər yada bilsin. Amma ki, bu mümkün deyil. Sən əlinə qələmi alırsan da, yaxud kompüterin qabağında əyləşirsən də, özünü yazmağa məcbursan. Yəni özündən başqasını yazmağın çətin ola bilər. Bu mümkün qədər dəyişə bilərsən, amma diqqətli ədəbiyyatşünaslar, tənqidçilər, hətta diqqətli oxucular da sənin özünü əsərdə çox rahat şəkildə tapa bilər. Biz bunu dissertasiya yazanda bizə bunu metod kimi təklif edirdilər. Elə əksər magistrlarda bundan istifadə edir. Çünki olduqca rahatdır, həm də çox yeni perspektivlər təklif edir əsəri təhlil edərkən. Bizə bunu ən çox Thomas Mann nümunəsindən verilir. Bir dəfə nümunəsini çəkmişəm. Məsələn, onun Venesiyada ölüm əsərində də gənc deməyək, hətta uşağa olan seksual meylini, əsas obrazın, Venesiyada ölümdəki əsas obrazın uşağa seksual meylini, məsələn, Thomas Mann'ın özünün bioqrafiyasında, gündəliklərində tapıb ortaya çıxarırlar. Yəni, bu məqam elədir ki, neynəsən də özünü yazmağa məcbursan. Yəni, elə bir müəllif yoxdur ki, özünü yazmasın. Oxucular da yaxşı olardı ki, bax, o intellektual ənənəni davam etdirmək niyyətində olan oxucular təbii ki, yaxşı olardı ki, əsəri, məsələn, Bartın dediyi kimi, aristokratik oxucu olmaq yolunda diqqətlə oxusunlar. Mümkün qədər sadə qaydalara diqqət eləsinlər oxuyanda. Yəni, qeyri-adi heç nə axtarmasınlar və ola bilər ki, mənim dediyim bu tendensiyadan da yararlana bilərlər ki, oxu prosesində mətndən həzzi iki formada ala bilərlər. Ya bizim birincisini bayaq dediyim kimi intellektual həzdir, o bizə bildiyimizi göstərir, onu xatırladır və bizə öz intellektimizi yadımıza salır. Mən bunu bilirdim, nə yaxşı ki, mən bunu bilirəm, məndən başqa da bunu bilən var. Yəni, bu həzzi məndən başqa yaşayan da var. Ya da bayaq dediyim kimi, qəşəng bir dənə cümləni, bədii bir cümləni bizə həzz formasında təklif eləyə bilər. Bax, Bartdan həmən məqalədə çox yaxşı şəkildə, təəssüf ki, kitabı çox qalın olduğuna görə mən özümə gətirə bilmədim. Orada altından çəkdiyim bir xeyli məqam var ki, uyğun bir yerdə mən onları paylaşacağım. Bu əsərləri oxuyanda görürsən ki, doğrudan da qeyri-adi heç nə yoxdur. Amma o qədər yaxşı təsvir var ki, o qədər yaxşı bədii təsvir vasitələrinin istifadə var ki, sən onu oxuyanda deyirsən ki, aha, bax, mən burada bir bədii həzz alıram. Bütün əsər boyu bunu tapmaq, bütün əsər boyu bu xətti gözləmək, izləmək, aydın mətlə ki, mümkünsüzdür. Bunu tapmaq biraz çətindir. Amma hər bir halda, az da olsa, o həzzi əsərdən almağın yolu, o dediyim kimi, o diqqətli oxu, intellektual, aristokrat ənənəni ədəbiyyatdan izləmək və onun nəticəsində o həzzi dadmaqdır. Burada xüsusi olaraq başqa yazıcı oxucu. Bax, bir də bu həzz məsələsində mənə bu günə qədər deyim, 2024-cü ildə oxudum və məni həqiqətən bir oxucu kimi, oxucunun əsərdəki, oxucunun oxu prosesindəki missiyasının nə olduğunu xatırladan bir cümlə var idi. Bax, mən bunu Bartdan əvvəl oxumuşdum və bunu həzz kimi qəbul eləmişdim və onu öz qeyd dəftərimə də yazmışdım. Bu, səhv eləmirəmsə, Dəyirman əsərindəndir. Mövlud Süleymanlının Dəyirman əsərindəndir. Mənə çox təsir eləmiş. Bax, bu məqamı oxuyanda görsən ki, burada heç bir qeyri-adi nəsə görə bilmirsən. Sadəcə o səhnəni sənin üçün o qədər yaxşı təsvir eləyir ki, sən başa düşürsən ki, dildən, sözlərdən, görünənlərdən, bu işarələrdən istifadə edirik. Böyük ədəbiyyat yaratmaq mümkündür. Bax, dilin imkanları da bunu hərdən icazə vermədiyini iddia edir bəzi müəlliflər, amma Azərbaycan dilinin imkanları çərçivəsində çox yaxşı
bədii əsərlər yaratmaq mümkündür. Bax, həmən hissəni mən oxuyacağam. Bu Mövlud Süleymanlı Dəyirman povestindəndir və bizim dildə bu var. Bu əsər bizim dildə var. Bizim dildə deyəndə artıq yenidən çap olunmuş formada da var. Bax, deyir ki, dəyirmanın balaca bacası süd əmirmiş kimi günəşin son işığını soğurmaqdaydı. Bax, bu mənə çox təsir eləyirdi. Yəni bu əsəri, bu hissəni oxuyanda mən həmin məqamı gözümün qabağında canlandırır. Heç bir necə? Bax, deyir ki, dəyirmanın balaca bacası süd əmirmiş kimi günəşin son işığını soğurmaqdaydı. Və bu demək olar ki, əsərin birinci cümləsidir. Bir də bu birinci cümlələr məni həmişə çox təsir eləyir. Çünki mən o fikirdəyəm ki, əsərin birinci cümləsi əsərin hamısıdır və müəllifin də funksiyası o birinci cümləni əsər boyu sübut eləməkdir ki, mən bu birinci cümlədə nə yazmışam, onun izahını verim. Bax, bunu ən yaxşı formada Selingerin Çovdarlıqda uçurumdan qoruyan romanı var. Orada birinci cümlə budur ki, aşağı-yuxarı biraz parafrez edəcəm. Siz mənim bu axmaq hekayəmi eşitmək istəyirsinizsə, əvvəlcə gərək məni yaxşı tanıyasınız. Və əsər boyu özündən danışır. Yəni öz həyatından danışır. Tamamilə o Caulfield obrazını başdan axıra qədər təsvir edir. Yəni birinci dənə bir cümlə verir sənə, sonra bütün əsər boyu o cümləni sübut eləməyə çalışır ki, birinci cümlədə yazdığım həqiqətdir. Düzdür, bu elə müəlliflər ola bilər ki, bu yanaşmanı bəyənməyə bilər, yaxud birinci cümləni ikinci cümlədən heç nə ilə fərqləndirməyə bilər. Amma artıq elə bir dövrdür ki, yəni oxucunu cəlb eləmək üçün, yəqin ki, ilk cümlələrdə biraz diqqətli olmalısan ki, oxu prosesində tək qalmayasan da, yəni təkrar oxuyanda biləsən ki, səndən başqa bu əsəri kimlərsə də oxuyur. Ona görə birinci cümlələr mənim üçün dəyərlidir. Elə bax, bu da Mövlud Süleymanın həmən o dediyim dəyərman əsərinin birinci cümləsidir. Bax, mən bu cümləni oxuyandan sonra dedim ki, yox, bu əsəri axıra kimi oxumaq lazımdır. Çünki çox yaxşı əsərdir. Və ilk cümlədə də başa düşürsən ki, böyük bir bədii təcrübə var, həyat təcrübəsi var. Yəqin ki, bu kənd nəsridir da, burada kənddən söhbət gedir. Kənd nəsri var və bu mənə yaddır. Həyatımız yəqin ki, böyük əksəriyyətimiz şəhərlərdə keçirik. Şəhər ədəbiyyatı hardasa bizə doğmadır. Ən azından şəhər ədəbiyyatının içində yaşayırıq deyə. Amma mənə bu cümlələrdən sonra başa düşdüm ki, kənd ədəbiyyatını da yüksək səviyyədə bu gün oxumaq mümkündür. Çünki onsuz da sən bu cümlələrdən bədii həzzi alandan sonra başa düşürsən ki, bunu oxumağa dəyər. Çünki bu sənə bədii həzzi verir. Amma bax, bu mən belə düşünürəm. Bu kənd ədəbiyyatında da sən intellektual həzz yaşaya bilmirsən. Çünki orada sənin üçün lazım olan məqamlar onsuz da heç kim vermir. Çünki hərdən deyirlər ki, şəhər ədəbiyyatı estetik ədəbiyyatdır, daha estetik ədəbiyyatdır. Amma yox, mən düşünürəm ki, kənddən bəhs edən ədəbiyyat daha estetikdir. Çünki kənddə təsvir olunması məqamlar olduqca çoxdur. Amma şəhər ədəbiyyatında sən daima intellektual həzz yaşayırsan. Nəyisə səni xatırladır, nəyisə səni ötürmək istəyir, sənə bildiyin bir şeyi xatırlatmaq istəyir. Amma bu dediyim məsələlərdə isə kənd ədəbiyyatı. Sən yalnız və yalnız belə deyək, bədii həzz alırsan. Bax, elə Bartın dediyi mətndən həzz alırsan.